Təsadüfi deyil ki, elə bunların genosidinin səbəbi Qur'anın buyurduğu kimi təkəbbürdür. Təkəbbürün də səbəbi elə Netanyahunun öz aləmində oxuduğu ayələrdir ki, Qur'an da buyurur ki, bunlar dünyaya çox bağlıdırlar. Bunlar dünyaya çox bağlı olduqlarını Sion Yahud protokollarında 19-cu əsrin sonlarında Ramasenerlər tərəfindən yazılan Sion Yahud protokollarının 2-ci maddəsində bildiriblər. O maddədə belə gətirirlər ki, xoşbəxtlikdən qızıl və mətbuat bizim əlimizdədir və biz bunları ələ gətirmək üçün çox qurbanlar vermişik. Əlbəttə, bizim qurbanlarımızın bir dənəsi digərlərinin 1000 qurbanına dəyər. Bu protokolun bu maddəsi tamamilə bugünkü bunların törətdiyi genosidin, qətliamın və soyumun Qur'anın da və Tövratın da ayələrinə nəzər etsək, səbəblərini, hətta deyərdim köklü səbəblərini üzə çıxarır.